Salamlar hər kəsə. Bu günləri 5 aprel tarixində 9 siniflərə keçirilən imtahanda riyaziyyat fənnindən düşən sualların gəlin cavablarına baxaq. Birinci sualda deyək ki, 57-ci sualdır da, indi bu B variantıdır. 30-dan 36-ya əbob tap deyir. Nə edirik? 30-dan 36 sadə vəruqlarını ayırırıq. Deməli, 32-yə bölsək 15, 3-ə bölsək 5, 5-ə bölsək 1. 36-ı 2-yə bölsək 18, 2-yə bölsək 9, 3-ə bölsək 3, 3-ə bölsək 1. Əbobda hər ikisində ortaq vuruqları seçirdik. 2-lərdir, bir də 3. Başqa da ortaq yoxdur. Deməli, 2 vur 3-dən cavab 6. Cavab D variantı. 58. Vermiş tənliyi həll edin deyir. Bərabərliyin solunda, baxın, birinci ifadədə müxtəsər vurmadan açıq B plus B-nin açılışıdır. Onu yığacağıq. Onda yazarıq 4x-in kvadratı çıxılsın 1. Burada 4x-i mötərizəyə vurub açarıq. Nə alınır buradan? Çıxılsın 4x-in kvadratı üstə gəlinsin 12x. Bərabər də 35. 4x kvadratları gedir. Qalır buradan 12x. Biri də sağa keçirirəm. Toplayanda edir 36. X tapırıq ki, 36 bölü 12-dən 3-ə bərabərdir. Zaten bizə də x-i soruşurdu. Cavab 3. Doğru. 59. Dairənin radiusu 5 dəfə artarsa onun sahəsi necə dəyişər? Dairənin sahə düsturu pi r kvadratıdır. Təbii ki, burada radius 5 dəfə artırsa kvadrat olduğuna görə 25 dəfə artar. C. Yəni 25. 60. Təhlilər sistemini həll edin. Bu təhlilər sistemində elə əvəz etmə üsulu ən məntiqlidir. Çünki y-i 2x verib. İkinci təhlildə y gördüyümüz yerə 2x yazsaq. Onda yazarıq 5x üstə gəl 2x bərabərdir 21-dən. 7x 21-dirsə 1x 21 bölü 7-dən 3-ə bərabərdir. X-i tapdıq 3. Y-də isə y bərabərdir 2x-dən istifadə eləsək 2 vur 3-dən də 6 taparıq. 3, 6. Koordinatda bir birinci x, ikinci y yazılır. Ona görə cavabımız A variantı. 61-ə baxırıq. Verilmiş ifadənin bir qiymətini hesablayın. Burada baxıram ki, əsaslar eynidir. Yəni, hər ikisi də 3 üstü ifadədir. Ona görə əsaslar eyni olanda vuranda üstləri toplayırdıq. 3 üstündə mənfi 2 ilə 4 anı 6 anı toplasam, mənə verər 4A. Çünki böyükdən kiçik çıxaram 4, böyük işarəsini yazaram 4A. Yəni, 3 üstündə 4A bərabərdir. A-nın bizə qiymətini verib 4 vur 4-də 1-dən də 3 üstü 1 alınır, 3 üstü 1 də bizə 3-ü verir. Cavab 3. 62. Tənliyi həll edin. Tənasüb qaydası ilə çarpaz vurub hesablayarıq. Yəni, x-i vururuq mənfi 3 eləyir, mənfi 3x bərabərdir 12 vur 4-dən 48. Onda x-i tapsaq 48 bölü 3 mənfi 3. X də bərabər eləyir mənfi 16-ya. Cavab D variantı. 63-ə baxaq. Kanun deyir, hansı ən böyük qiymətində bu ifadənin cəmi düzgün kəsirdir. Təbii ki, burada nə edə bilərik? Verilmiş ifadəni adi kəsirə, dövrü kəsirə, yəni adi kəsirə çevirək. Və bir də bunu bilməliyik ki, düzgün kəsirdən söhbət gedirsə, düzgün kəsir həmişə birdən kiçik olmalıdır. Demişik ki, düzgün kəsirdə sürət məxəzdən kiçikdir. Yəni, avtomatik də sürət məxəzdən kiçikdirsə, ədəd birdən kiçik olmalıdır. Onda yazaq. 0 tam. Tam zaten 0'dır. Dövrdəki ədədin sayı qədər 9. Dövrün tam hissədəki ədədin sayı qədər 0 artırırıq. Yəni 90-da 4K ki 4K burada 2 rəqəmli ədəddir. Buradan da çıxırıq. Bax bu ədədi. 4'ü. Eyni qaydanın ikinci kəsiri tətbiq edək. Deməli burada da 90-da bu dəfə K 4 2 rəqəmli ədəddir. Çıxmalıyıq burada K-nı. Məxrəclər eynisə sürətləri hesablayarıq. 90-da bunu gəlin təkliyə və onluğa ayıraq. Təklik kadısa K üstə gəlinsin 40, çıxılsın 4, üstə gəlinsin 4, üstə gəlinsin 10K. Çıxılsın, burada nə var? Çıxılsın, bir də K var. K'lar getdi. K'lar getdi. Buradan başqa nə alınır?
İndi burada biz hesablama apardıqda görürük ki 4'lər getdi, k-lar getdi. Və bu ifadədə də dedik ki, birdən nə olmalıdır? Kiçik olmalıdır. Yəni burada alırıq ki 40 üstə gəlsin 10k. Sağa keçirsək eləyər 90, 90 vur 1-dən. Sonra 10k kiçikdir 90 çıx 40-dan 50, k da kiçikdir 5. Yəni burada cavab k-dan kiçik ən böyük ədədi götürürük. Çünki k-nın ən böyük qiymətini soruşur. O da 4. Cavab Y variantı. 64. Düz xəttdən 4 cm məsafədə yerləşən nöqtədən bu düz xəttdə hər birinin uzunluğu 5 cm olan 2 mayl çəkilmişdir. Burada bəzilərinin izahı var, düzgün yazılıb. Aferin olsun. Amma mən burada daha da ətraflı yazmaq istəyirəm. İndi düz xəttdən 4 cm məsafədə. Deyək ki, bura 4 cm-dir və həmin nöqtədən deyir, maillər çəkilib və hər birinin uzunluğu da 5 cm-dir. Burada 5, burada 5. Və təbii ki, burada 90 dərəcəli bucağa əmələ gətirir. Buradan da görürük ki, burada Pifaqor ədədlər yaranır. 4, 5. Deməli, bura 3-dür. 3, 4, 5 Pifaqor ədədlərini yadımıza salırıq. Artıq tapdıq. Yəni, oturacaqlar arasında olan məsafə 3 plus 3-dən cavabımız 6-ya bərabərdir. 65. Yalnız Həsən, Əli və Vüqarın olduğu bir yarışmada Həsənin qazanma ehtimalı Vüqarın qazanma ehtimalının 7 misli. Yazaq. Deməli, Həsən, Əli, bir də Vüqar. Həsənin deyir, qazanma ehtimalı Vüqarın qazanma ehtimalının 7 mislidir. Yazsaq nə yazarıq? Həsənin qazanma ehtimalı Vüqarın qazanma ehtimalının 7 misli. Yəni, H bərabərdir 7 və-yə. Əlinin qazanma ehtimalının isə 2 mislidir. Yenə də söhbət Həsəndən gedir. Həsənin qazanma ehtimalı isə əlinin qazanma ehtimalının 2 misli. Yəni, 2 vurulsun ə. Burada baxırıq ki, Həsən həm 7-yə bölünən, həm də 4-ə bölünən də olmalıdır. Bunu rahat başa düşmək üçün gəlin elə Həsənə 7 vur 2-dən 14k yazaq. Əmsalımızı da artırdıq. Deməli, Vüqar Həsəndən 7 dəfə az olmalıdır. 14-ü bölsək 7-yə. Vüqar olar. Onda 2k. Əli isə olar 14 böl 2-dən 7k. Gördünüz, tapdıq. Buna əsasən deyir, yarışmada Əlinin qazanma ehtimalını tapın. İndi bizə Əlinin qazanma ehtimalını soruşur. Biz bilməliyik ki, ehtimal tapanda istənilən nədirsə, onu bütövə bölməklə tapırıq. Əlinin qazanma ehtimalını dedik ki 7k-dır. Bütöv isə ehtimalların sayı bunların cəmi olur. Cəmini toplasaq neçə eləyər? 23. 14 plus 7 plus 2-dən eləyir neçə? 23. Deməli, o pişi 23k-dır. İstənilən isə 50-dir. Ona görə 23-də 7k. K-lar gedər, eləyər 23-də 7. Cavabımız B variantı. 66. Bu ifadənin qiymətini hesablayın. 25-dən kök altında 5 çıxar. 2 vur 5-dən 10. Çıxılsın 16-dan kök altından 4 çıxar. Üstə gəlsin 9-dan 3 çıxır. 3 vur 2-dən də 6. 10 çıx 4, 6. 6 üstə gəl 6-dan 12. Cavabımız Y variantı. 65. Əbu 5-dir. A ilə B-nin hasilini 75 verib. A ilə B-nin cəmini tapın deyir. Bunu Əbu Əşobun əsas xassələrindən keçdiyimiz mövzu ilə də əlaqələndirib tapmaq olar. Deməli, biz xəssələrdən öyrənmişdik ki, Əkob AB ilə Əbub AB-nin hasili ilə A ilə B-nin hasilinə bərabərdir. Bizə də buradan Əbubu 5 verib. Onda Əkobu tapırıq ki, yəni burada 75-dir də. 75 böl 5-dən 15-ə bərabərdir. Buradan da baxanda görürsünüz ki, bu ikisinin hasili elə bunların hasilidirsə, deməli elə A 5-dir, B də normal olaraq Əkoba bərabər olmalıdır da 15-ə. Həm də məntiqlə də yerinə qoyun, görürsünüz ki, alınır. 15 ilə 5-i toplayırsan, cavab eləyir 20. 68. A-dan C-yə qədər uzunluq 7, C-dən B-yə qədər uzunluq 14 olarsa AB-ni soruşur. Linearlik toplayarıq. Cavabımız C-dir. Doğru. 69.
30H əkin sahəsi artırılıb 42H oldu. Əkin sahəsi neçə faiz artdı? Deməli, 30 hektar əkin sahəsi artırılıb. Faizin artım düsturunda biz bilirik ki, verilmiş ədədin üzərinə həmin ədədin neçə faizi ki bilmirik də, x faizi deyək. X faizinin üzərinə gəlib bərabərləşdirəcəyik yeni alınan nəticəyə. Yəni, onda yazarıq 30 üstə gəlinsin. 30'un x faizi ki biz onu tapmağa çalışırıq neçə faizli artımı. Artandan sonra 42 hektar olub. Bizə deyir ki faizi tap. Tapaq. Buradan alırıq ki 3x böl 10. 42 çıx 30'dan 12'dir. Buradan x'i tapsaq böl 10 sağa keçir vur olur. 120 bölünsün 3'dən cavab 40 faiz. Belə bir funksiya verilib. Funksiyanın qrafik üzərində yerləşən və ordinatı 3 olan nöqtənin apsisini tapın. Biz funksiyadan ordinatın y, apsisinin x olduğunu bilməliyik. Buna görə ordinata, yəni y-ə 3 verəcəyik və verilən ifadənin tənliyi hesablayacağıq. 5x çıx 17 əgər 3'ə bərabərdirsə, baxın, elə burada yazılıb, elə bunun üzərində izah edeyim. 5x çıx 17 3'dürsə, buradan x tapanda 17'dən sola keçiririk. 5x bərabərdir 20, x ilə bərabər 20 böl 5'dən 4'dür. Cavabımız elə 4'ə bərabərdir. X-i tapdıq tənliklə, adi tənlik. Y-in yerinə 3 qoyuruq, x-i tapırıq. 71. Kubun neçə tili var? Kubun tili deyəndə tərəfin yan hissələri başa düşülür. Ona görə 4 burada, 4 dənə ortada, 4 dənə də aşağıda, 4 vuruşdan 12 dənə olmalıdır. Bəziləri onu mexaniki səhv, yəni bunu səhv etməmək lazımdır. Çünki til deyəndə təkcə üzlərdən getmir, hamısına aiddir. Yuxarıdakı olan tərəflər də til sayılır. Bunları birləşdirən hündürlüklər də və oturacaqdakı olan tərəflər də hamısı kvadrat olduğuna görə bərabər olur və sayırsan ki 12 dənədir. 72. Diaqramda yer A və B çoxlanan elementlərin sayı haqqında məlumat verilmişdir. Verilən tənliyə əsasən B çıxsın A-nın sayını tapın deyir. İndi bu n sayını bizə ifadə edir. A çıxılsın B. A çıxılsın B nədir? Baxın, bu hissədir, sırf. Ştrixlədiyim hissə. Yəni, yalnız A-dakı olan ifadə. Yalnız A-dakı ifadə 2x plus 8-dir. Ona görə 4'ü 2x plus 8'ə bərabərləşdiririk. Yəni, 4 vurulsun, 2x üstə gəl 8. Bərabərləşdiririk bunların birləşməsinə. Bunların birləşməsi isə bunların hamısının cəmi olacaq. Yəni 2x plus 8 üstə gəl 3x üstə gəl 1 üstə gəlsin 4x plus 5. Bunu mötərizəyə vurub açaq. 8x üstə gəl 32 bərabərdir. X-ları bir toplayaq. 5x 4 də buradan 9x üstə gəlinsin 14. Dəyişənləri bir, ədədləri bir topladıq. X-ləri bir tərəfə yığaq. 9x çıx 8x-dan burada alınır. X 32 çıx 14-dən də alınır 18. X-i tapdıq ki, deməli 18-ə bərabərdir. Bizə isə B çıxsından soruşur. Yəni, yalnız bu hissəni soruşur. Ona görə də gəlib yerinə qoyarıq. 18 vur 4 üstə gəl 5. 8 vur 4 32 72 72 plus 5'də cavab 77. Düzmü hesabladıq? 4 vur 3 12 32 2 yazılıb 3 yadda 4 vur 1 4 3 yadda 7 72 plus 5'də 77. 73. Verilmişdir, kəsri ixtisar edin. Deməli, burada nə edərik? Burada 4'ü gəlin elə 2 üstü 2 yazaq. 12'ni 3 üstü 4, edası 3 üstü n vurulsun 4 üstü n yaza bilərik. Çünki üstlər eyni olanda onları 2 ədədin hasilçini göstərmək olur. 4 də burada elə 2 üstü 2 yazsaq, 2 üstü 2 vurulsun n-dən elə 2 üstündə 2 n alınacaq. İndi 3'ü saxlayıram, 3 üstü n minus 1'dir. 2'ni də saxlayıram, 2 üstü 2 n plus 1. İndi qalır bunları hesablamaq.
Buradan alınır. 2'ləri, əsasları endi üstləri toplayaram. 2n plus 2 vurulsun 3 üstü n. Bölünsün 3 üstü n minus 1 vurulsun 2 üstü 2n plus 1. Baxın, indi əsaslar eynidir, üstləri çıxarıq. 3 üstündə n-dən n çıx 1'i çıxsaq nə alınır? 1. Çünki n çıx 1 n-dən 1 var kiçikdir. Ədəddən özündən 1 var kiçik çıxanda 1 eləyər da təbii ki. Eyni zamanda 2-də də. Baxın, 2 üstü n 2n plus 2-dən 2n plus 1'i çıxsaq yenə də cavab 1 alınacaq. Ona görə 3 üstü 1 vur 2 üstü 1'dən cavab elə 6'ya bərabər olur. Cavabımız 6. 74. ABC'də düzbucaqlısında AM ilə DM perpendikulyardır. 90 dərəcə. AB'nin uzunluğunu verib bizə, daha doğrusu 6. AM'in uzunluğunu verib bizə 12. Buna əsasən ADM bucağını soruşur. Baxın, artıq burada düzbucaqlı üstbucağı görürük və katetlə hipotenuz verilib. Bu bucağı tapmaq istəyəndə, bucağın sinusunu tapanda bilirik ki, qarşıdakı katetin hipotenuza nisbəti. Fikir versinizsə, yarısına bərabərdir. O hansı dərəcədə olanda olurdu? 30 dərəcə. Bura 30-sa, bura nə olmalıdır? 60. İndi bura 60-dırsa, burada 90 dərəcə var da, bunu 90 tamamlamalıyıq. Bura 30 olur. Bura 30-sa, burada artıq 60'a bərabər götürülür. Ona görə cavabımız 60. 75. Deyir ki, Rəhim birinci gün kitabın 40%-ni, ikinci gün 5%-ni, üçüncü gün isə qalan 110 səhifəsini oxuyub qurtardı. Kitabda neçə səhifə olduğunu tapın. Deməli, bir dəfə ümumi kitabı 40x ilə işarə eləyək də bilmirik. X-in 40%-ni tapırıq, yəni x vur 40 bölü 100. Üstə gəlsin, bir dəfə x-in 5%-ni tapırıq, yenə x vur 5 bölü 100. Üstə gəlsin 110 bərabərdir bütöv kitabın sayını, yəni x-a. Onda artıq orada elə 40 ilə 5 toplanar 45 olar. Elə bunun üzərində izah edəcəm. Buradan deməli 5 ixtisar aparsaq burada 9, burada qalır 20, 110'u sağa keçiririk. Alırıq ki, burada 9x bərabərdir bu ifadənin 20'yə hasili. 9x bərabərdir 20x çıxılsın 2200. 20x'i sola keçirəm, mənfi 11x bərabərdir mənfi 2200. Mənfi 2200'ü də mənfi 11'ə bölsək eləyər 200. Cavabımız 200. Bizə də zaten x-i soruşurdu. Deyək ki, bu bərabərsizliyinin ən kiçik tam həllini tapın. Tapaq. Biz bilirik ki, bərabərsizliyin hər iki tərəfində eyni ədədə vurub belə, yəni ixtisar apara bilərik. Amma bir şey məsələyə fikir verməliyik. Buradakı vurduğumuz ədəd müsbətdir, mənfidir. Müsbətdirsə fərq eləmir, ixtisar apara bilərik, heç bir problem yoxdur. Amma mənfi olanda o mənfini biz yox eləyə bilmirik. Mənfini mütləq nəzərə almalıyıq. İndi baxaq görək, 3 çıxılsın kökdə 10. Müsbət ədəddir, mənfidir. 10 kök altına 10'dan 3 tam neçəsə çıxır. Deməli, mənfili ifadə daha böyükdür. Yəni, bu ifadənin içi artıq mənfi alınır. Ona görə də buranın mənfisini yazdım. Eyni zamanda sağda da mənfini yazmalıyım. Və bərabərsizliyin hər iki tərəfini mənfiyə vursaq, bərabərsizlik əksinə dəyişməlidir. Ona görə burada nə olmalıdır? Bərabərsizliyin deyir, ən kiçik tam həllini tapın. Ən kiçik tam həlli nə olasıdır? Qoy bir dəqiqə baxaq. Tələsməyək. Deməli, bərabərsizliyinin ən kiçik tam həlli. Yəni, bu ifadənin bir məsələ var. Burada nüansı fikrimizdə yayındırmışıq. Bu mənfi də zaten buradadır. Bu mənfi əsasən bərabərsizliyi verir. Ona görə biz bərabərsizliyi saxlayaq. Buna əsasən fikirləşəcəyik. Amma mənfi nəzərə alaraq fikirləşəcəyik. İndi elə bir ədəd fikirləşməliyik ki, mənfi 5/5'dən kiçik olsun. Mənfi 5/5'dən kiçik ədəd elə x-a 6 verəndə olur da. Çünki mənfi 6 Mənfi 5/5'dən nədir? Kiçikdir. Yəni, bu bərabərsizlik şərtini ödəyir. Bir daha baxaq. Bir problem yoxdursa, davam edək. Mənfi 7 də ola bilər. Yəni, 8 də ola bilər. Amma bunların içərisində
götürdüyümüz yerlərdə əsasən minimum, yəni 6 olmalıdır. Yəni burada x-in bu bərabərsizliyin qorunma şərti ilə x-in ən kiçik aldığı qiymət 6-dır. Yəni buna əsasən x-i 6 götürürük. x 6 götürürük. 77. B və D bucaqları deyir bərabərdir. AB bərabərdir OC-yə və o da bərabərdir 6. Deməli bu da 6-dır, bu da 6-dır. Və AO 5 olarsa deyir CD-ni tap. Oxşarlıq əlamətinə görə deməli oxşar bucaqda bu bucağın qarşısındakı olan tərəf 5-dir. 5-in 6-ya nisbəti yenə də oxşar olaraq bu bucağın qarşısındakı yəni 6-nın x-ə nisbətinə bərabər götürülüb tənasüb qaydasından hesablanır. Və cavabı buradan tapırıq. Doğrudur. 72-yə bərabərdir. 7,2. Keçirik açıq tipli suallara. Düzxət boyunca 85 ağac əkilmişdir. Hər qonşu 2 ağac arasındakı olan məsafə bərabərdir. Deməli, obşi 85 ağac əkilir və ağaclar arasındakı olan məsafə bərabərdir. A və B ağacları arasındakı ağaclardan biri C-dir. A və C ağacları arasındakı olan məsafənin C və B ağacları arasındakı olan məsafəyə nisbəti, yəni buradan bura nisbət 3/4-dür. Buna görə C ağacı A-dan başlayaraq neçənci ağacdır. Deməli, burada əsas nəyi bilmək lazımdır? Bunlarda deməli, ağac sayı həmişə aradakı olan məsafədən bir vahid böyük olur. Yəni, 3 dənə ağac varsa, bu ağaclar arasında 2 dənə ağac məsafəsi var. Yaxşı. Yəni, barmaqlarımızla da hesablaya bilərik. Yəni, əgər 3 dənə barmaq götürürüksə, 3 dənə barmaq var, amma aralıq 2 dənədir, bax. Bura qədər olan məsafə, bir də bura qədər olan məsafə. Yəni, say həmişə aradakı məsafədən bir vahid böyük olur. Onda, nə edərik? Nisbəti 3/4 verməyibmi? Gəl biz bunun qabağına bir k misal artıraq. Ki, bax, burada yazılıb. 3k plus 4k ümumilikdə 85 yox, artıq 84. Çünki məsafədən söhbət gedir. Ona görə 84-ə bərabər götürəcək. 7k 84-dürsə, k-nı buradan 12 tapırıq. Və bizə nəyi soruşur? A ağacı deyir, hansı məsafədədir? Deməli, bura 3k idi axı. 12-ni 3-ə vuran deyirlər. 36 və demişdik, həmişə bir vahid ağac sayı çox olmalıdır. Sayı çox olduğuna görə 36 plus 1-dən cavab eləyir 37. 79. Deyir, iti bucağın təmirlənən trapesiyanın 2 oxşar üç bucağı ayırır. Oturacaqları 7 və 28 olarsa trapesiyanın perimetrini soruşur. Bunu bir dənə qarlama vərəqdə yazmaq istəyirəm. Burada yer azdır. Burada çəkib göstərək. Deməli, trapesiya verilib bizə. Və trapesiyanın bir təmböləni çəkilib. Bu trapesiyanın təmböləni çəkilibsə, baxın, burada oturacaqlar paraleldir və qiymətlərini də verib. 7 və 8 olarsa, kiçik 7 deyək, böyük də 28 deyək. Həndəsən əsas anlayışlarla paralel xətti kəsən düz xətt burada hansı bucaq əmələ gətirirsə, çarpaz olaraq burada da həmən bucaq əmələ gətirməlidir. Burada yarandı mı bərabər tərəfli, bərabər yanlı üç bucaq. Bura 7 isə bura nə olmalıdır? Bura da 7 olmalıdır. Sonra indi oturacaqlarını verdi. Bizə isə nəyi soruşur? Perimetri soruşur. Gəlin bunların birini işarələyək də. Bura alfa olsun, bura alfa olsun, alfa olsun. Buranı da gəlin beta götürək. Oxşar üç bucaq nədir? Bucaqları bərabər olmalıdır da bu üç bucaqlar ki, oxşar üç bucaq sayısı. Deməli, bu yan tərəfləri bərabərdir. İndi, əgər bura ya alfa olacaq, ya beta olacaq. İndi onu müəyyənləşdirməyə çalışırıq. İndi baxırıq ki, burada beta bucağı kör bucaqdır. Burada isə iti bucaqdır. Yəni, kör bucaqla iti bucağa bərabər olsun. Ona görə buranı beta götürmürük, avtomatik alfa götürürük. Və bura hər iki tərəfdə alfa olduğuna görə qalır bura bir dənə nə? Beta. İndi bizə qalır indi verilən ifadənin tənliyini hesablayıb qurmaq. Yəni buranı bir dənə biz x ilə götürək, buranı da x götürək. İndi oxşar üç bucaqlara əsasən tənliyimizi quraq. Deyək ki, bu beta bucağın qarşısındakı olan tərəfin, yəni x-in yan tərəfə 7-yə nisbəti bərabər olmalıdır. Buradakı betanın, yəni 28-in yan tərəfə x-ə nisbətinə.
Onda x kvadratı 7 vur 28-dən 28-ə 7 vur 4 yazaq da. İndi kökə salaq hər iki tərəfi. Kök altında 7-nin kvadratı vursun 2-nin kvadratı. 7 də 2 də kökdən çıxır. Cavab eləyir 14. Deməli, x-i tapdıq 14. İndi bizə də perimetri soruşur. Perimetri dediyinə görə bütün tərəflərini toplayarıq. Amma burada bir dənə problem var. Onu deyək. O da budur ki, bax, buradakı üçbucaqda üçbucağın tərəf əlaqəsi pozulub. Çünki qaydada var idi ki, üçbucağın bir tərəfi digər üçbucağın iki tərəfinin cəmindən kiçik, fərqindən böyük olmalıdır. Burada necə ola bilər ki, üçüncü tərəf bu ikisinin cəminə bərabər olub. Ona görə bərabər ola bilməz. Burada sualın tərtibatında səhvlik var. Ki, bu sual, yəni quruluş cəhətdən səhvdir. Amma ki, hesablamışıq və buna əsasən cavabı tapırıq ki, 7 plus 7 plus 14 plus 28'e bərabərdir. Yəqin ki, bu inşallah ki, uşaqların xeyrinə olaraq sayılar və hər kəs də düz götürürlər. Çünki sualın tərtibatı səhvdir. Keçirik 80-ci suala. Keçirik 80 və 81-ci suallara. Sualları uzun vaxt getməsin deyə burada qısaca izah verdim. Bunun üzərində izah deyir ki, sahəsi eski düstü ilə verilən düzbucaqlı formasında metal lövhədən sahəsi S1 düstü ilə verilən düzbucaqlı formasında hissə kəsilir. Yəni, obşi eski sahədən S1 kəsirlər. Şəkildə verilənlərə əsasən qalan hissənin MN-ini X ilə ifadə edin. Neyərik? Bax, obşi sahədən bunu sahəni çıxıb, bax, burada yaranan düzbucaqlının sahəsinə bərabərləşdirə bilərik. Burada da o eləmişik. Yəni, S2-dən S1-i çıxmışıq, bərabərləşdirmişik. Bax, bu kiçik düzbucaqlının sahəsinə. Bunun da sahəsi necə olar? M-dir, uzunluğu da yəni, paralel olaraq köçürür bura. Yəni, M vurulsun x-2. Burada x kubları gedir. Alınır ki, x kvadrat çıxsın 4x plus 4 bərabərdir bu ifadəyə. Bu da müxtəsər vurma düsturundan bilirsiniz ki, x-2-nin mötərizədə kvadratına bərabərdir. Baxın, belə bir bərabərliyi alırsınız. Buradan nə çıxır? M deməli buradan çıxır ki, x-2-yə bərabərdir. Və sənə deyir ki, mx-ni ifadə elədik. Bu bizim birinci hesablamamız. Davamı ilə də deyir ki, m hansı ən kiçik qiyməti ala bilər? Tam qiyməti ala bilər. Bilirik ki, uzunluq heç vaxt mənfi və yaxud da 0 ola bilməz. Ona görə minimum x burada 3 qiymətini almalıdır. Və 81-ci suala baxırıq. Tənliyi verilmişdir. Çevrənin daxilə çəkilmiş kvadratın sahəsini tapın. Çevrənin tənliyini yadımıza salsaq, düsturu belə idi. Mötərizədə x çıxılsın x0-ın kvadratı, üstə gəl, mötərizədə y çıxsın y0-ın kvadratı bərabərdir y-in kvadratı. Amma biz indi burada həmən tənliyi özümüz qurmalıyıq. X kvadratı plus x-i necə yazarıq? Kvadrat kimi yazmaq istəyirsə, x plus 0,5-in mötərizə kvadratı. Y kvadratısının 5y isə y çıxsın 2,5-in mötərizə kvadratı yazarıq. Çünki bax, bunları vurub açanda bax, bu ifadələri alırıq. Amma orada yersiz ədədlər ki yaranır, onu mütləq çıxmalıyıq ki, misalı dəyişməmiş olaq. Bax, burada əlavə olaraq 0,25 alınır ki, onu biz sonradan çıxdıq. Burada da 6,25 alınır ki, onu da biz sonradan çıxdıq. Və bərabərləşdirdik elə bu ifadəyə. Sonra bu ifadələr bərabərlik sağlığına keçiririk. Görürük ki, bərabərlik sağlığında 36 alınır. Və 36 da radiusun, yəni 6-nın kvadratıdır. Radiusu tapdıq. Yəni, çevrənin radiusunu tapmışıq ki, 6-ya bərabərdir. Sənə isə deyir, çevrənin daxilə çəkilmiş kvadrat. Baxın, çevrənin daxilə kvadrat çəkdik. Və radius artıq bu kvadratın diagonalı yarısı olur. Düzdür? Kvadrat da bildiyimiz kimi bərabər tərəfli romb deyilmi? Rombun D1 vur D2 bölü 2 düsturu var. Diagonalı 12 isə diagonalları bərabərdir də. 12 vur 12 bölü 2-dən cavabımızı 72 tapmış oluruq. Bu qədər sadə. Bugünlük video izahımız bu qədər. Ümid edirəm ki, izahlar sizə aydın oldu. Digər video izahlarda görüşərik. Sağ olun, sağlıqla qalın.